Juninho ilə topu oyuna daxil edirlər. Bamuaka, Simakala xətti vaxtından əvvəl keçmişdi, amma indi hər şey qaydasındadır və Diogo Rolio Juninho'dan ötürmə qapı qarşısına. Zərbə üçün imkan! Top qapının üstündən keçir. Standart vəziyyət. Yenə Juninho topun yanında. Yanında Abbas Ağazadə də var. Təkrar isə bir daha izləyirik. Bax burada. İrəli ötürmə Bangero'dan Almeida indirir topu. Zərbə üçün imkan. Juninho! Juninho! Mükəmməl zərbə! İkinci yarıya qolla başlayan İmişli komandası. İkinci yarının ilk qolunun müəllifi Juninho, Luis Silvestre. Sindən sonra izləyirik təkrarı. Almeida indirir. Juninho çəkir sol ayağına. Dəqiq və öldürücü zərbə. Juninho. Tərlan Əhmədli reaksiya verməyə çalışdı, amma top düz 9'luğa gedirdi. El çatmaz nöqtəyə. Ötürmə qapı qarşısına. Simakalanı keçir top. Hamidou Keita. Uzaqlaşmır top. Franco. Zərbə və gol! Hesab beraberdi Qubada. Araz Naxçıvan komandası tarazlığı bərpa edir. İzləyirik təkrarı bax burada. Hamidou Keita ardınca Azər Salahlı uzaqlaşdıra bilmir. Bruno Franco'nun zərbə qarşı ötürməsi və en sonda topu qapıdan keçirən Charles Boli olur. Hesab beraberdi. Əla mübarizə izləyirik. Soyuq, qarlı Qubada kifayət qədər yüksək tempdə isti bir mübarizə var. Qaynar bir mübarizə var. Misir Premier Ligasının Boli cərbə meydançasına daxil olmağa hazırlaşır. Ötürmə qapı qarşısına Azər Salahlı zərbə. Sinyenka! İrfan Abbasov özünü çatdırdı, zərbə indirdi. Küncdən zərbə yerinə yetiriləcək qonaqlar tərəfindən. Dik, imkan verilir indi zərbəyə. Patrik Andrade zərbə indirir. Çox təhlükəli zərbə idi. Sinyenka bu zərbəni dəf etdi. Hətta Coşqun topun üstündən keçir. Patrik zərbə indirir. Bax, bu da həmin epizod. Xasovun ötürməsi keçmədi. Ezekiel Morgan. Mərkəzdə müvazinət itirdi, sürüşdü. Azər Salahlı sürətli əksücüm arasında Naxçıvan komandasından Boli ötürmə sağ tərəfə. İrfan Abbasov. İrfandan zərbə. Ötürmə yox, zərbə qərarı verdi kapitan. Düşə bilmədi çərçivəyə. Əhmədzadə. Bamuaka Simakala. Ötürmə qapı qarşısına. Zərbə üçün imkan var idi, olmadı. Ötürmə qapı qarşısına. Zərbə üçün imkan və gol! Maçın sonları 84-cü dəqiqə. Müdafiədə boşluq. İzləyirik təkrarı. Diogo Almeida necə boş qalır burada. Müdafiədəki səhvə baxın. Təbii ki, Tərlan Əhmədlini qınamaq olmur orada. Müdafiəçilər gözdən qoydular. Diogo Almeida'nın o isə dəqiq oynayır. Daha 4 dəqiqə komandalar oynayacaqlar. Coşqun Diniyev. Oradan birbaşa zərbə! Gol! Coşqun Diniyev! İnandı, gəldi birbaşa zərbə indirdi və Andrey Sinyenkanı məyus etdi. Coşqun Diniyev. Necə oyundu amma. İzləyirik təkrarı. Sinyenka. Bax, bu zərbədən sonra hətta istiqamət dəyişir. Yolu tutub İmişli futbolçusuna dəyir. Kim idi o futbolçu, onu müəyyənləşdirmək çətindir.
Karaklayic ötürmə bərkdi. Yorulub Juninho. Top meydanı tərk edir. Əvəzində yorulmayan, qələbə istəyən Araz Naxçıvan futbolçularına vaxt kifayət etmir. Vaxt kifayət etmədi və qarşılaşma 2-2 hesablı, qollu heç-heçə ilə bitir.